Hər günümüz bayram olsun. Evlərimizdə şadlıq, gözəl əhval-ruhiyyə ilə günlərimiz keçsin inşallah. Və bayram günü yoldaşım buğlama bişirir Əfqan qazanında. Əti, soğanı, pomidoru və qalanlarını qazana yığdı və qoyduq vampotda bişməyə. Mən də paralel aş bişirirəm qarası ilə. Kişmişi, qaysını, şabalıdı, alçanı qovururam, qoyuram dəmləməyə. Aşın suyu da qaynadı, düyünü tökdüm bişməyə və sonra qoydum dəmləməyə. Buğlama da bişdi, əti sümükdən ayrılana qədər və süfrəyə soğuk gələn altları, salatları düzdük. Qızım da burada babası ilə məks edir. Siz bayramlarda evdə olursunuz ya qonaq getməyi sevirsiniz. Biz çox vaxt 20-si evdə keçirdirik, 21-i isə gedirik rayona qonaqlarımızla bayramlaşmağa. Oynayıb, aşımızı da çəkib aparırıq süfrəyə. Bizim ailədə ən sevdiyim şey odur ki, bir-birimizə dəstəyik. Necə deyirlər, güc birlikdədir. Mən blogerliyə başladım, ailəmin hər tərəfli mənə dəstək olmağı ayrıca şərəf verir mənə. Mənim kontentim maraqlı olsun deyə sevərək iştirak edirlər. Buna görə də onlara təşəkkür edirəm. Qaynatan da həmişəki kimi süfrənin başında Allah böyüklərimizi süfrəmizin başından əskik etməsin. Və həmin gün yağış yağırdı, 1 saatlıq yağış dayandı, biz də tez qaçdıq tonqal dağıdıq. Tonqaldan atlanıb yallı getdik. Arada deyirik ki, o vaxtlar başqaydı, bayram havası var idi. Amma mən düşünürəm ki, o bayram havasını biz özümüz yaratmalıyıq. Bizim uşaqlığımızda telefon yox idi. Bekar qalmayaq deyə özümüzü əyləndirirdik. Qonaqlarımız da getdilər. Özlədüz aeroporta, Kanadaya. Sağollaşdıq və yola saldıq. Və inşallah il-ildən daha da uğurlu olsun bizə. Canımız da sağlam.